Bakı Avrasiya Universiteti və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Bakıdakı regional ofisinin nümayəndəliyi ilə birlikdə Sultan bin Əbdüləziz Əl Səud Beynəlxalq Dil Təlim Proqramı çərçivəsində 3 gün ərzində davam edən Mərkəzi Asiyada ərəb dili təliminin açılış tədbiri keçirilib. Tədbirdə BAO-nun rəhbərliyi, SESCO-nun Bakıdakı regional ofisinin nümayəndələri, ərəb dili üzrə mütəxəssislər və müəllimlər iştirak ediblər. Açılış tədbirində çıxış edən Bakı Avrasiya Universitetinin rektoru Dosent Siyavuş Qasımov proqramın və təlimin əhəmiyyətindən bəhs edərək, ərəb dilinin və mədəniyyətinin öyrənilməsinin beynəlxalq əməkdaşlığın inkişafına, eləcə də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Rektor qeyd edib ki, bu kimi beynəlxalq layihələr və tədbirlər universitetin qlobal akademik əlaqələrinin genişləndirilməsində və beynəlxalq əməkdaşlığın artırılmasında xüsusi əhəmiyyət daşıyır. Dosent Siyavuş Qasımov çıxışı zamanı BAO-da fəaliyyət göstərən Ərəbşünaslıq mərkəzi haqqında da məlumat verib. Bildirib ki, mərkəzin əsas məqsədi ərəb dilinin və mədəniyyətinin öyrənilməsini təşviq etmək, bu istiqamətdəki elmi tədqiqat fəaliyyətini dəstəkləmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və ərəb dili üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verməkdir. O, Ərəbşünaslıq mərkəzinin müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini, seminarlar, təlimlər və elmi tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. BAO-nun nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq mərkəzinin elmi rəhbəri Dosent Ülviyə Hüseynova çıxış edərək mərkəzin fəaliyyəti və gördükləri işlər haqqında tədbir iştirakçılarına məlumat verib. O çıxışında həmçinin Sultan bin Əbdüləziz Əl Səud Beynəlxalq Dil Təlim Proqramı çərçivəsində təşkil olunan Mərkəzi Asiyada ərəb dili təliminin əhəmiyyətindən danışıb. Daha sonra Sultan bin Əbdüləziz Əl Səud Fondunun baş direktorunun müavini Doktor Əbdüləziz Əl Maquşi çıxış edərək proqramın əsas məqsədinin qeyri-ərəb ölkələrində ərəb dilinin tədrisinin inkişafına dəstək vermək, müəllimlərin peşəkar bacarıqlarını artırmaq və mədəniyyətlər arası dialoqu təşviq etmək olduğunu bildirib. SESCO-nun qeyri-ərəb dilli şəxslər üçün Ərəb dili tədrisi mərkəzinin rəhbəri Doktor Məcdi bin Həci İbrahim çıxışında ərəb dilinin beynəlxalq səviyyədə tədrisinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, proqram iştirakçılarına müasir tədris metodları ilə tanış olmaq və təcrübə mübadiləsi aparmaq imkanı yaratdığını vurğulayıb. SESCO-nun Bakıdakı regional ofisinin direktoru adından çıxış edən ofisin nümayəndəsi Aytən Evvazadə təşkilatın təhsil, elm və mədəniyyət sahələrində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. O qeyd edib ki, ərəb dilinin öyrənilməsinə yönəlmiş bu proqram region ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə, akademik əlaqələrin genişləndirilməsinə və yeni imkanların formalaşmasına töhfə verəcək. Sözü gedən proqram çərçivəsində iştirakçılar üçün ərəb dilinin tədrisi metodikası, müasir təhsil yanaşmaları, praktiki məşğələlər və təcrübə mübadiləsinə həsr olunmuş mövzuların təqdim olunması nəzərdə tutulub. Proqramın əsas məqsədi regionda ərəb dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafına dəstəklənməsi, eləcə də beynəlxalq elmi və akademik əməkdaşlığın gücləndirilməsidir.